Biz insanlar əyani halda öz daxilimizdə gedən bir mübarizəni müşahidə edirik. Yəni, hər bir insan bunu yaşayır. Daxilində bir çəkişmə var, ikilik var. Biri bir tərəfə çəkir, biri insanı doğru dürüst olmaya çəkir. Günahlara sövq edən, insanı ilahi şəxsiyyət olmaqdan çıxaran bir qüvvə var, ona nəfs deyirlər. Həva və həvəs, nəfsani meyillər. Bu nəfs insanı çəkən bütün o işlər, o həyatda ki, nəyə vadar eləyir, onlar hamısı günahdır. Zəmb və isim ərəb dilində. Zəmb və isim. Günahlar. Nəfs elə istəyir ki, insan onun dediyinə qulaq assın, əməl eyləsin və o qədər irəli gedə bilər, hətta insanın amirinə və hakiminə çevrilə bilər. İnnən nəfsə ləəmmarətun bissu. Nəfs insanı pisliklərə əmr edər. Və üstündən biraz da keçdi, insana onun günahlarını gözəl göstərə bilər. Qəd səvvələt ləkum ənfusukum ayədə var. Sizin nəfsləriniz, sizin etdiyiniz o pis işləri sizə gözəl göstərdi. Biraz da irəli gedər, gələr insan üçün hətta ilah ola bilər. Necə ki, Cəsiyə surəsi 23-cü ayədə belə buyurulur. Əfərəəytə mən ittəxədə ilahəhu həvah. O insanlar ki, öz həva və həvəsini özünə Allah intixab elədi, götürdü, ona bir nəzər eləmədiniz, baxmadınız. Və əzəlləhullahu ələ elmin. Allah da onu bilərəkdən azdırdı. Və xətəmə ələ səm'ihi və qəlbih. Onun qulağına və qəlbinə, yəni ruhunun qulağına, qəlbinin o idrakına möhür vurdu. Artıq bağladı. Onun nəfsinə xidmət etməkdən başqa bir amalı qalmadı, istəyi qalmadı. Və belə bir hala gəlir. Və cəalə ələ bəsərihi qişavə. Onun bəsirətinə pərdə çəkdi. Önünü aldı. Fəmən yəhdihi min bə'dillah. Bundan sonra Allahdan başqa onu kim hidayət edər? Əfəla təzəkkərun. Düşünmürsünüz, diqqət eləmirsiniz. Ya, bu insanın, bəzi insanların həyat yoludur. Biz daxilimizdə bunların hamısını müşahidə edirik. Yaşayırıq bədahətən. Yəni, bunu sübuta yetirməyə böyük bir elm də lazım deyil. Hər bir insanın daxilində bu proses gedir, bu mübarizə gedir. Nə qədər insan nəfsinin istəklərinə tabi olur, bir o qədər günaha çox mürtəkib olur və irəli getdikcə cəmiyyətdə də biabır olur, abırı gedir. Digər tərəfdən insanın ağlı da bu nəfsi öz cilovuna yığıb onu özünə tabi etmək istəyir. Yəni, nəfsi kontrolu alıb, onu idarə etməyə görə yaradılıb ağıl. Və nəfsin və ma səvvaha fə əlhəməha fucurəha və təqvaha. And olsun nəfsə, onun yaradılışına ki, onun o yaradılışında təqva var
bir də ki, özbaşınalıq. O, rusca nə deyirlər? Bespredel. Yəni, öz başınadır. Nə istəyir, eləmək istəyir. O insan ki, ağlı ona yol göstərir həyatda, o insan övliya məqamına kimi qalxır. Yəni, Allahın sevdiyi, seçib, saydığı insanlar məqamına qalxır. Övliya olur. İndi insanın daxilində ki, bu proses gedir, insanlar belə formalaşır, bu cəmiyyətə də sirayət eləyir. Cəmiyyətdə nə qədər çox nəfsinə tabi olan insan olsa, o cəmiyyət bir o qədər fasid cəmiyyət olacaq. Nə qədər çox ağlına tabi olan insan olsa, o cəmiyyət salih cəmiyyət olacaq. İndi bir cəmiyyət, təsəvvür eləyək ki, o cəmiyyətin başında nəfsini özünə Allah bilən, ilah bilən insan qərar tapıb və rəyasət postunda oturub. Və bir cəmiyyət təsəvvür eləyin ki, o cəmiyyətin başında ağıllı insan durub, övliya durub, təqvalı insan durub. O cəmiyyət ki, onun başında nəfsinə tabi olan insan dura, o qərb cəmiyyətidir, qərb sivilizasiyasıdır. Bugünkü Trump, o cəmiyyət ki, onun başında bir ilahi şəxsiyyət dura, ağıllı insan dura, o da şərq aləmində müsəlmanların və İran cəmiyyətində olan o rəhbər idi, şəhid elədilər. Şəhid rəhbər idi ki, ağıl idi, cəmiyyətin başında durmuşdu. Bu insanların fərqi cəmiyyətə də sirayət eləyir, öz təsirini buraxır. Hamısı insanın daxilindən gəlir, batinindən gəlir. Qəd əfləhə mən zəqqaha və qəd xabə mən dəssaha. Hər kəs o nəfsi paçladı, xoşbəxt oldu, hər kəs də onu batırdı, bulaşdırdı, bədbəxt oldu.